zikru aliyin ibadət. Deyir, onun barəsində danışmaq da ibadətdir, onu xatırlamaq ibadətdir, buyurur Peyğəmbər, mən sizə çatdırıram. Buyurur ki, ya Ali, şiatukə alə mənabirə min nur, mubiyyəzzətən vücuhuhum, havli fil cənnə. Və hum cirani. Bu çox gözəl hədis. Deyir, ey Əli, sənin aşiqlərin, sənin tərəfdarların, səni sevənlər qiyamət günü nurdan olan minbərlərdə olacaqlar, üzləri ağ olacaqlar. Əsas söz nədir? Havli fil cənnət. Cənnətdə mənim yanımda olacaqlar, Peyğəmbər buyurur. Onlar baxın cirani, onlar mənim qonşularımdır. Görün, sevgi hara aparır. Əlinin sevgisi adamı qiyamətdə Peyğəmbərə qonşu eləyə bilir. O dərəcəyə gedib çatdıra bilir. Və bizim bugünkü məclisimiz çox nurani oldu. Ne üçün? Çünki zikru aliyin ibadət. Deyir, onun barəsində danışmaq da ibadətdir, onu xatırlamaq ibadətdir. Çünki onlar Allaha çatdıran nurani vasitələrdir.